Değerli izleyiciler, hər birinizi salamlayıram. Mən biologiya müəllimi Ümid Məmmədov. Bu videomuzda sizinlə bugün, yəni 17 may 2026-cı ildə keçirilən e, OTK sınavının 10-cu sinif, 9-10-cu siniflər üçün olan suallarını paylaşacağım. Suallara keçməmizdən əvvəl sizdən bəzi xahişlərim və e, sizə verəcəyim bəzi əlavə məlumatlar var. Yəni xahişim odur ki, əgər kanalımıza abunə deyilsinizsə, abunə olasınız. Həmçinin əməyə, zəhmətə hörmət olaraq videomuzu bəyənməyi və paylaşmağı unutmayasınız. Və digər bir məsələ isə sizə demək istəyirəm ki, bizim növbəti tədris ili üçün, yəni 2026-27-ci tədris ili üçün onlayn hazırlıqlarımız, yəni həm əyani, həm də onlayn hazırlıqlarımız olur və hazırlıqlara qoşulmaq üçün əlaqə nömrəsi profilimizdə qeyd olunub. Əgər müraciət etmək istəyənlər olsa, profildə məlumatları əldə edə bilərlər. İndi isə keçid alırıq test suallarımızın izahına. Demək, başlayırıq birinci sualımızla. 10-cu sinif A variantında olan sualları izah edirik. Cədvəldə müasir bitkilərin əsas qruplarının xüsusiyyətləri verilmişdir. Verilən bitki qruplarının hansılarının əksər nümayəndələrində hər iki qamət hərəkətsizdir. Yəni, hər iki qamət hərəkətsiz olan toxumlu bitkilərdir. Çılpaq toxumlar və örtülü toxumlar, yəni spermiyə malik olanlar. Burada dişici olan dişici çiçəyin hissəsidir. Bu örtülü toxumlardır. S-lə qeyd olunub. Və toxuma malik olan çılpaq toxumlar və örtülü toxumlardır. Yəni, burada N də çılpaq toxumlu bitkidir. Cavabımız olacaq N və S, yəni A variantı. Davam edirik ikinci sualımızla. Refleks qövsünün hansı rəqəmlə verilən hissəsi Pavlova görə analizatorun hissələrinin və Seçenova görə baş beyin reflekslərinin mərhələlərinin hər ikisinə aiddir. Yəni, refleks qövsü deyək ki, 5 mərhələdir. Reseptor, sonra hissi yol, ondan sonra mərkəz, sonra hərəki yol, sonra isə işçi orqandır. Analizatorun hissələrində reseptor var, hissi yol var, mərkəz var. Seçenova görə baş beyin reflekslərində isə reseptor var, mərkəz var, bir də işçi orqan var. Yəni, burada hər ikisi üçün ortaq olan bir reseptordur, bir də mərkəzdir. Bunlar da 1 və 3 rəqəmləri ilə göstərilib. Ona görə sualımızın doğru cavabı düşünürəm ki, D variantı olacaq. Üçüncü sualımız, doğru olmayan ifadəni müəyyən edin. İnsanın gövdə skeleti körbücük sümüklə birləşmə əmələ gətirir. Bu doğrudur. Hərəkətli birləşmə əmələ gətirir. Gövdə skeleti hərəkətli birləşmə əmələ gətirir. Bunu hələlik saxlayaq. Borulu sümüklərlə bilavasitə birləşmə əmələ gətirir. Gövdə skeleti borulu sümüklərlə birləşmə əmələ gətirir. Burada qalsın. Qurşaq skeleti ilə birləşmə əmələ gətirir. Bu doğrudur. Yastı sümüklə birləşmə əmələ gətirir. Bu da doğrudur. Qalırıq iki variant arasında hərəkətli birləşmə əmələ gətirir. Bu hərəkətli birləşmə doğrudur. Bəli, ənsəz sümüyü ilə birinci boyun fəqərəsi hərəkətli birləşmə əmələ gətirir. Həmçinin bir də dərslikdə qeyd olunmayan, səhv etmirəmsə, qabırğalarla döş fəqərələri də hərəkətli sayılır. Yəni, TQDK-nın köhnə vəsaitində belə qeyd olunub. Borulu sümüklərlə bilavasitə birləşmə əmələ gətirmir. Ona görə C variantı düşünürəm ki, üçüncü sualımızın doğru cavabıdır. Dördüncü sualımızda yaşıl quş mamırının hansı rəqəmlə verilən hissəsi həm ana, həm ata bitkinin əlamətini daşıyır? Yəni, ziqotdan əmələ gəlsin. Bunlar da 1 və 2-dir. 1 qutucuq, 2 isə qutucuq ayaqcığı. Cavab olacaq A variantı. Beşinci sualımız, başlanğıc sayı 3 olan bakteriya 2 saat ərzində bölünməyə məruz qalmışdır. Birinci saatda bakteriyaların bölünməsi maksimum sürətlə. Maksimum sürətlə isə, yəni daha qısa zaman ərzində bölünüb, 20 dəqiqədən bir bölünüb. 3-dürsə, deməli 6, 12,
24. Yəni 20 dəqiqədən bir bölünsə 3 dəfə bölünəcək. İkinci saatda isə minimum sürətlə davam edibsə 30 dəqiqədən bir bölünür. Burada 2 dəfə bölünmə baş verəcək. 48 və 96 bakteriya əmələ gələr. Sonuncu bölünmədə cəmi neçə fərd iştirak etmişdir? Sonuncu bölünmədə 48 fərd bölünüb 96 fərd əmələ gətirmişdir. Ona görə doğru cavabımız düşünürəm ki, E variantı 48 olacaq. Davam edirik 6-cı sualımızda. Soxulcanın hərəkətində iştirak edən əzələlər göstərilmişdir. Şəklə əsasən doğru ifadələri müəyyən edin. Burada A həlqəvi əzələdir. Deməli, A həlqəvi, B isə uzunlu əzələlərdir. Həlqəvi əzələlər dərinin altında, yəni epiteliqatının altında, uzunlu əzələlər də onun altında yerləşir. Deməli, A və B əzaları eyni anda yığılır, xeyr, yəni biri yığılanda digəri boşalır. O cəhətdən bir doğru deyil. Bir doğru deyilsə D variantı və Y variantı da doğru deyil. A uzunluğuna B həlqəvi əzələdir. Xeyr, əksinə. Ona görə 2-ni də vururuq. Yəni, avtomatik cavabımız 3-5 olur. A həlqəvi B uzunluğuna əzələdir. Bəli. 5-də də A əzələləri yığıldıqda bədən nazikləşir. Bəli, həlqəvi əzələ yığıldıqda bədən nazikləşir və uzanır. Uzunlu əzələlər yığıldıqda isə bədən yoğunlaşır və qısalır. 4-cü fikrimiz, B əzələləri yığıldıqda bədən nazikləşir. Bu yanlışdır, əksinə yoğunlaşır. Ona görə B variantı olur sualımızın doğru cavabı. Davam edirik 7-ci sualımızla. Çap qurdların nümayəndələrinin törətdiyi xəstəlikdir. Deməli, buradan exinokok yastı qurdlara aiddir. Exinokok yastı qurdlara aiddir. Askaridoz sap qurdlara aiddir. 2 olacaq. Teniarenkoz yenə yastı qurdlarda, ankilostomuz sap qurdlardır. Yəni 2-4 olacaq. A variantı sualımızın doğru cavabı. 8-ci sualımız 28 günlük aybaşı sikli zamanı aybaşıdan sonraki fazanın davam etmə müddəti 9-10 gün olur. 9-10 gün. Aybaşı fazasının davam etmə müddəti 4-5 gündür. İnsanda A, B ifadəsinin qiymətini maksimum qiyməti 60-a bərabər olar. Bu müddət ərzində əmələ gələn yönədici cisimliklərin sayını tapın. Deməli, A-dan B-ni çıxsaq, ya 9-dan 4-ü çıxarıq, ya 10-dan 5-i çıxarıq. Deməli, və yaxud 9-10 gün, yəni maksimum qiymət götürsək, cəmi 14 olur əslində. 9-un 5-ə ola bilər, 10-un da 4-ə ola bilər. 10-dan 4 çıxsaq, 9-un 5-ə, 10-un 4-ə ola bilər. Maksimum olması üçün 10-dan 4 çıxırıq. Bərabərdir 6. Əgər belə deyək ki, bir yumurta hüceyrə, yəni bir aybaşı siklində fərq 6-dırsa, x-də olacaq 60. X bərabərdir 10. 10 yumurta hüceyrə əmələ gəlibsə, deməli yönədici cisimcik bundan 3 dəfə çox olduğu üçün 10 dəfə 3 bərabərdir 30 olaraq götürülməlidir. Davam edirik 9-cu sualımızla. Noxud bitkisinin bir çiçəyində olan bitişik erkəkliklərin sayı deməli 36. Noxud bitkisi bir çiçəyində 9 bitişik erkəklik olur. Deməli, yəni burada düşünürəm ki, şərtdə bir balaca yanlışlığa yol verilib. Yəni bir çiçəyində ola bilməz. Yəni noxud bitkisinin çiçəklərində olan bitişik erkəkliklərin sayı 36-dır. Yəni burada 36-nı 9-a bölərik, 4 dənə çiçəkdir. Qayıqcıq hər çiçəkdə bir dənədir. Ona görə x də 4-ə bərabərdir. Yelkən də hər çiçəkdə bir dənədir. Y də 4-ə bərabərdir. X və Y-in cəmi edəcək 8. Deməli, davam edirik. Yosun, mamır və göbələklər üçün ortaq cəhətdir. Hüceyrə divarına malik olmaq. Heyvanlardan başqa hamısı hüceyrə divarına malikdir. Bu doğrudur. Kök sistemi deyil.
Xlorofil pigmentinə malik olmaq göbələklərdə yoxdur. Spor əmələ gətirmək yosun var hər üçündə. Leykoplasta malik olmaq göbələkdə yoxdur. 1-4 olacaq. Y variantı doğru cavabımız. Davam edirik növbəti sualımızla. Növbəti sualımız A və B canlıları xərçəng və hörümçəyi müqayisə edir. Deyir ki, hər ikisində olur. Traxeyalar xərçənglərdə yoxdur. Yaşıl vəzi hörümçəkdə yoxdur. Kisə şəkilli ürək bu xərçəngdə var, hörümçəkdə boru şəkillidir. Düzünə inkişaf hər ikisində var. D variantı olacaq doğru cavabımız. Qəlsəmə isə xərçəngdə var, hörümçəkdə yoxdur. Davam edirik 12-ci sualımızla. Deməli, şəklə əsasən hansı ifadə doğru deyil? Şəkildə A damarı arteriyadır, B damarı venadır, C isə sidik axarıdır. Mineral duzların miqdarı B böyükdür, A böyükdür C kimi olar. Xeyr, çünki ən çox A-dadır. Ondan sonra C-də, sonra B-də. Yəni, bu elə A variantı düşünürəm ki, yanlışdır. Amma digər variantlarda baxaq. Sidik cövhərinin qatılığı ən çox sidik axarında olar. C-dir, sonra A, sonra B. Bu doğrudur. B aşağı boş venaya açılır. Bəli, böyrək venasıdır, aşağı boş venaya açılır. C-də son sidik olur, doğrudur. A və B-də eritrositlərin miqdarı eyni olur, doğrudur. Gənələrin aid olduğu sinfin nümayəndələrində olmur. Diri bala doğma olur əqrəblərdə. Arteriya damarı ürəkdən çıxan damardır, olur. Boru şəkilli ürək olur. Düzünə inkişaf olur. Bığcıq amma olmur. Y variantı doğru cavabımız olacaq. Hansı boşluğa 2 rəqəmini yazmaq olmaz? Ev itinin çiyin qurşağına 2 növ sümük aiddir. Doğrudur. Xanı balığının onurğası 2 şöbədən ibarətdir. Doğrudur. Tısbağanın ürək boşluğunda 2 növ qan olur. Xeyr, 3 növ qan olur. Burada C variantı olacaq doğru cavab. Göyərçinin ürək boşluğunda 2 növ qan olur. Ev itinin arteriyalarında 2 növ qan dövr edir. C variantı oldu sualımızın cavabı. Davam edirik 15-ci sualımızla. Çovdar bitkisi 2 evli bitkidir. Çovdar bitkisi küləklə tozlanır. Xeyr, 2 cinsli bir evli bitkidir. Həm erkəcik, həm dişiciyə malikdir. 1 səhvdir. 1 olanları sildik. Ya 2, 3, 4'dür ya da 2, 3, 5'dir. 4 ilə 5'ə baxsaq, bir cinsli çiçəyə malikdir. Xeyr, 2 cinslidir. Bir evli bitkidir. Bəli. 2, 3, 5 olacaq düşünürəm. Digərlərinə baxsaq, 2 cinsli çiçəyə malikdir. Doğrudur. Bir ləpəli bitkidir. Doğrudur. Bir cinsli çiçəyə malik deyil. 2 cinslidir. Bir evli bitkidir. Bəli. Kibyələrin tərkibində ola bilməz. Xromatofor ola bilər əgər yosun olsa. Xloroplast ola bilməz. Elə B variantıdır. Hiflər olar göbələyin tərkibində. Mitseli olur göbələyin tərkibində. Xlorofil də olur avtotrof hissənin tərkibində. Davam edək 17-ci sualımızla. Gövdənin quruluş sxeminə əsasən ifadələrdən hansı doğrudur? Deməli, 1 özəkdir. 2 oduncaq. 3 kambi. 4 floema. 5 mantar. 3 illik halqaları əmələ gətirir. Bəli, doğrudur. Elə A variantı yəqin ki olar. 5 floema qatıdır, xeyr, mantardır. 2 üzvü maddələr buradakı borularla hərəkət edir. Oduncaqla deyil, bu su və mineral duzlar hərəkət edir. 4 meristem toxumasından təşkil olunub, xeyr, floemadır 4. 1 mexaniki toxumadan təşkil olunub, xeyr. A variantı oldu, doğru cavabımız. Hansı canlıların inkişafı dolayı yolla baş verir? Toyuqlarda düzünədir. 1 olanları vurduq. Yəni 2, 3, 5, 2, 3, 6 ola bilər. 5 ilə 6. Çəyirtkədə dolayıdır. Nədir? Nəsə sürünənlərə aid olan kərtənkələyə oxşuyur. Kərtənkələdə düzünədir. Yəni 2, 3, 5 olar yəqin ki. Kəpənəkdir, qurbağadır, bir də kəyid gəlir. A variantı sualımızın doğru cavabı. Davam edirik 19-la. Xarici sekresiya məhsulu hüceyrə olan vəzinin hormonudur. Yəni cinsiyyət vəzisi. Cinsiyyət vəzisinin hormonu da burada progesterondur. D variantı. İlbiz verilib göl ilbizi. Ayaq sayı 1'dir. Ürək kameraların sayı 2'dir. Lamçə çıxıntıların sayı 2'dir. Cəmi edir 5.
Meyvə yanlığı iki tacıqdan ibarət olan paxlalar fəsləsi, yəni paxla meyvəyə malik olanlardır. Bu da 3-dür, 4-dür və 6-dır. A variantı olur sualımızın doğru cavabı. Davam edirik növbəti sual, yəni 22 ilə. Hansı ifadə neştərsəyə aid deyil? Deməli, mayalanması xaricidir, aiddir. Xüsusi hiss orqanı yoxdur, aiddir. Ürəyi yoxdur, aiddir. Qapalı qan damar sistemidir, bəli. Sinir sistemi düyünlü yox, boru şəkilli sinir sistemidir. Doğru ifadələri müəyyən edin. İnsanın döş qəfəsi iki cür sümük iliyi olan sümüklə birləşmə əmələ gətirir. Xeyr, iki cür sümük iliyi olanlar uzun borlu sümüklərdir. Bunlarla birləşmə əmələ gətirmir. Cəmi 4 sümüklə birləşmə əmələ gətirir. Deməli, iki körpücük, 7-ci boyun fəqərəsi və 1-ci bel fəqərəsi. Bu doğrudur. Sərbəst ətrafların skeleti ilə birləşmə əmələ gətirir. Deməli, sərbəst ətrafla birləşmə əmələ gətirmir, qurşaqla birləşmə əmələ gətirir. Yastı sümüklə birləşmə əmələ gətirir. Döş qəfəsi, yastı sümük, xeyr. Cüt sümüklə birləşmə əmələ gətirir, körpücüklə əmələ gətirir, bəli. Deməli, 2 və 5 olacaq 23-cü sualımızın doğru cavabı. Davam edirik 24-cü sualla. Erkək qıcının yarpaqlarının altında qamətlər əmələ gəlir. Xeyr, spor əmələ gəlir. Bir, yanlışdır. Mayalanması cinsi nəslin üzərində gedir. Bəli, doğrudur. Sporları yarpağın altında əmələ gəlir. Bəli, doğrudur. Yetkin fərdi qeyri-cinsi nəsildir. Bəli. Protalı heterotrofdur. Xeyr, avtotrofdur. 2, 3, 4 olur sualımızın doğru cavabı. Həm bitki, həm də bakteriya hüceyrəsində ola bilər. Nüvə ola bilməz bakteriyalarda, plazmatik membran hər ikisində var, hüceyrə divarı hər ikisində var, vakul bakteriyalarda yoxdur, plastid bakteriyalarda yoxdur. 2, 3 olur 25-ci sualımızın doğru cavabı. Davam edirik növbəti, yəni 26-cı sualımızda. Sağlam insanın 3 nüvəli qaraciyər hüceyrəsində cəmi neçə xromosom olar? Deməli, bir nüvədə 46 xromosom olur. 3 nüvədə isə 46 vurulsun. 3 bərabərdir 138. Çoxalma üsulu infuzor tərlikdə 2-yə bölünmədir. Mukur göbələyində tumurcuqlanma, yox, mukurdsa sporla çoxalmadır. B variantı. Şirin su hidrası tumurcuqlanma. Adi amöb 2-yə bölünmə, maya göbələyi tumurcuqlanma. 1-ə C-yə, 2-yə B, 3-ə A-dir. Və qaldı bizim situasiya sualımız. Hamiləliyin 4-cü ayı müayinə olunan qadının bətnində 2 dölün olduğu müəyyən olundu. 2 dölün oldu. Bu döllər ayrı-ayrı ciftə malik. Ayrı-ayrı cift isə müxtəlif yumurta əkizləri. Deməli, 2 dənə ayrı-ayrı ciftdir və hər birisi bir dölə başlanğıc verir. Döllərin inkişafı zamanı ananın hansı müvəqqəti daxili sekresiya vəzləri fəaliyyət göstərmişdir? Deməli, bu 4-cü aydadırsa, 4-cü aydan başlayaraq cift daxili sekresiya vəzi kimi fəaliyyətə göstərir və ondan əvvəl, yəni 4-cü aya qədər sarı cisim fəaliyyət göstərir. Yəni, hansı müvəqqəti daxili sekresiya vəzləridir? Sarı cisim və cift. Fikrimizi əsaslandıraq şifahi şəkildə deyirəm. Hamiləlik başladıqda sarı cismin fəaliyyəti uzanır və hamiləlik müddətində ciftin hormon ifraz etdiyi zamana qədər sarı cisim fəaliyyət göstərir və 4-cü aydan başlayaraq sarı cisim deyirəm, cift daxili sekresiya vəzisi kimi fəaliyyət göstərir. Yəni, burada döllərin inkişafı dediyinə görə, yəni 3-cü ayda sarı cisim, 4-cü ayda isə cift fəaliyyət göstərmişdir. Ona görə cavabımız sarı cisim və ciftdir. 29-cu sualımızda döllərin eyni və ya müxtəlif yumurta əkizi olduğunu müəyyən edin, fikrinizi əsaslandırın. Cavab müxtəlif yumurta əkizidir. Müxtəlif yumurta əkizidir və fikrimizi belə əsaslandıraq ki, əgər döllər ayrı-ayrı ciftə malikdirsə, bu onun müxtəlif yumurta əkizi olduğunu göstərəcək. Və qaldı 29-cu sualımız, daha doğrusu 30-cu sualımız, üzrlü sayın.
Bu döllərin əmələ gəlməsində iştirak edən qamətlərin sayının ciftlərin sayına olan nisbəti neçədir? 2 dənə ciftidir, yəni 2 ziqotdur. Qamət sayı 2 vurulsun 2 bərabərdir 4 qamət. Ciftlərin sayı isə 2 ciftdir. Nisbət 4 bölünsün 2, o da bərabərdir 2 bölünsün 1. Olacaq 30-cu sualımızın doğru cavabı. Ümid edirəm ki, izahımız sizləri qane eləyəcək və sizlərə az da olsa müəyyən faydası dəyəcək. Əgər hansısa sualların izahında yanlışlığa yol vermişiksə, çünki bu mümkündür. Yəni sizinlə birlikdə hal-hazırda suallara baxaraq onları cavablandırmağa çalışmışam. Ola bilər diqqətsizlik üzündən hər hansı bir səhvə yol verək. Onun üçün əvvəlcədən üzrxahlığımı bildirirəm. İnşallah ümid edirəm ki, növbəti videolarda yenidən sizinlə görüşərik. Hələlik.